deyim, artıq trenddir deyə bu mövzu bir növ. Necə deyim, artıq neft əsaslı məhsullar hazırlamaq çox da necə deyim, artıq keçmiş dövrdə artıq. Həm keçmiş dövrdə demək olar ki, alına bilən hər şey alınıb hal-hazırda və çox adam onun üstündə durmur. Mən məsələn kimya mühəndisliyi tələbəsi olduğum üçün mənim neftlə əlaqəm çox da yoxdur əslində. Yəni əsasən kimya mühəndisliyi ilə məşğulam və kimya mühəndisliyi də belə bir sahədir ki, onu hər tərəfə yönəlmək olar. Məsələn, mən universiteti bitirdikdən sonra artıq yenilənə bilən enerjiyə də yönələ bilərəm, neft sektoruna da yönələ bilərəm. Və məsələn, kimya mühəndisləri olaraq adətən neft sektoru çox da xoşlamır bəziləri və kimya hissəsini xoşladıqları üçün artıq kimyaya həvəsləri olur və bəziləri artıq proyekt falan yaradır və bundan sonra da startaplar da hazırlaya bilirlər. Əziz Planet FM dinləyiciləri, siz Azərbaycanın ilk elmi maarifləndirici radiosunu eşidirsiniz. Sizinlə mənəm Nigar. Bu andan etibarən Zaman Maşınında səyahətimiz başlayır və bu gün Zaman Maşınında sərnişin, gənc nəslin nümayəndəsi və çox uğurlu bir layihə imza atan qonağım var, müsahibim var. İstərəm onu sizə də təqdim edim. Bu günlərdə bilirsiniz, elm mövzusu əvvəl olmadığı qədər aktualdır. Nəyə görə? Çünki Nobel mükafatları təqdim olunur. Dünən də kimya sahəsi üzrə Nobel öz sahiblərini tapdı. Bugün isə ədəbiyyat üzrə Nobelin kimin qazanacağı sualı var. Birazdan bu xəbərdə açıqlanacaq. Yəni bütün dünya elmdən, texnologiyanın inkişafından danışır. Ümumiyyətlə gələcək elmdədir. Bunu unutmayaq və gələcək elm də gənclərin əlindədir. Bu sözlərimi sübut edən qonağım var bugün. Bakı Ali Neft Məktəbinin 3-cü kurs kimya mühəndisliyi tələbəsi Teymur İsmailov mənimlə həmsöhbət olacaq. Teymur, xoş gəlmisiniz. Təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz və gəldiniz. Mən də sizə təşəkkür edirəm dəvət üçün. Zəhmət olmasa mikrofondan yaxın danışın və siz 653 ballı qəbul olmusunuz vaxtilə. 2 il bundan əvvəl qəbul olmusunuz. Necə idi? Yəni çətin idi. Bu ixtisası seçmək, kimya mühəndisliyi ixtisasına qəbul olduğunuzu eşitmək, əslində arzunuz idi bu, yoxsa təsadüfən? Əslində mən artıq yolumu seçmişdim. 9-10-cu sinifdən bəri mən belə deyim, informatika ilə bağlı fənləri heç xoşlamırdım. Və kimyaya marağımı artırdı getdikcə və gördüm ki, kimya mühəndisliyi mənim xoşuma gələn ixtisasdır. Amma kimya mühəndisliyində də mütləq informatikadan istifadə etməzdi. Yəni bunlar bir-birindən əlaqəli sahələrdir. Belə deyim də, yəni mən məsələn özümü elə görürdüm ki, məsələn informatika fənləri belədir ki, onlar artıq o ixtisası girəndən bəri, yəni artıq öz üzərində işləməlisən, kod falan yazmaq. Rəqəmləri sevmirsiniz. Bəli, və ondan əlavə çox böyük bir səbir istəyir onlar üçün. Məsələn, böyük bir koddur və o kod içindəki errorları tapmaq çox böyük bir səbir istəyir və gördüm ki, mən səbirsizəm. Mən xoşlamıram bunu və kimya maraqlı idi mənə. Dedim, kimya mühəndisliyinə qəbul olacağam və onun üçün də oxudum 2 il ərzində. Belə intensiv oxuduğumu düşünmürəm, amma kifayət qədər oxudum və sonda qəbul oldum. Yəni əslində ödənişsiz qəbul olacağımı, dövlət sifarişinə qəbul olacağımı düşünmürdüm. Ancaq ballar düşdəmdən qəbul oldum. Yəni istəyiniz, arzunuz məhz Bakı Ali Neft Məktəbi idi və kimya mühəndisliyi idi. Əla. Və bilirsiniz də indi o kodlaşdırmanı dediniz. Əsas məsələ odur ki, indi kvant kompüterləri var da, kvant fizikası, kvant mexanikası ümumiyyətlə öz inkişaf dövrünə nəhayət ki başlayıb və kvant kompüterləri var. Orada bizim adət etdiyimiz 0-1 kodlaşdırması yoxdur da, başqa rəqəmlər də var. Ona görə də elə məncə düzgün qərar vaxtında qəbul edilmiş doğru qərardır. Və kimya mühəndisliyi dünən də yeri gəlmişkən kimya mühəndisliyi ilə məşğul olan 3 alim Nobeli qazandı. Onlar yeni material kəşf ediblər, nanomaterial, metal əsaslı. Hermiona'nın əl çantası da deyirlər ona. Bəli. Və təsəvvür edin ki, ümumiyyətlə bu həm ekoloji layihədir. Ümumiyyətlə mənə belə gəlir ki, Teymur, sizin indi birazdan danışacağımız startapınız var. O da ekoloji hədəfi götürüb. İndi elmin qarşısında duran əsas məqsəd də budur. Yaşıl elm, green science və yaşıl iqtisadiyyata xidmət edəcək elm sahələrinin yaradılması. O alimlərin kimya üzrə Nobeli qazananların da əsas məqsədləri odur ki, havadakı karbon qazından su toplamaq, səhrada su toplamaq, təsəvvür edin, görün bu nə qədər böyük bir fayda verəcək. Carbon capture eləmək olar onunla. Bəli. Hazırda əslində aktual mövzudur. Yığılan karbon qazı çünki hamısı havaya ötürülür və o üsulla da yığmaq olar. 1 qram təxminən içindəki boşluq və məsaməyə görə 1 qram
həmin maddənin 1 qramı bir futbol sahəsi qədər yer tutur. Ümumiyyətlə, yəni siz demişkən Hermiona'nın əl çantası yaxşı Bəli. müqayisədir. Yəni əvvəl bizim möcüzə kimi baxdığımız, sehr kimi baxdığımız Artıq şeylər indi reallar. reallığa çevrilir. Yəni nanomaterialdan karkas kimi bir şey hazırlanıb Bəli. və bunu təsəvvür edin. Böyük şəhərlərdə çirklənmiş, xüsusilə məsələn megapolislərdə, tıxaclı şəhərlərdə karbon qazı, karbon dioksidlə çirklənmiş havadakı o zərərli Bəli. qazları özünə çəkir və yaxud da səhrada suyu çəkir və quraqlıqla mübarizə aparmaq Bəli. mümkündür. Sizin startapınız, sizin layihəniz isə Clean X adlanır. Bəli, bəli. Niyə məhz X? Elon Musk'a bir göndərmə var burada, SpaceX-ə yoxsa yox? Sadəcə addır, belə göndərmə yoxdur və Clinics budur ki, yəni biz işlənmiş mətbəx yağlarından Bəli. Yüzü vasitələr hazırlayırıq, hansı ki əvvəl surfaktantlar hazırlanır. Onlarda bütün yüzü vasitələrin xam maddəsidir. Və bununla da biz yüzü vasitə, şampun, sabun, hər cür yüzü vasitə hazırlamaq İndi Teymur, mümkündür. hamı kimya mühəndisi deyil də, surfaktant nədir? Gəlin bunu deyək ifadə edək. Surfaktant, yəni yüzü vasitə, belə deyim, surfaktantların iki tərəfi olur. Biri suyu özünə çəkən, digəri isə suyu itələyən deyək. Hidrofobik, hidrofilik və hidrofobik gedir. Suyu sevən və sudan qorxan. Bəli, bəli. Onlar elə bil tutaq ki, çirki bir tərəfi özünə götürür və digər tərəfin köməyi ilə də o əldən uzaqlaşır. Surfaktant deyəndə bu turşu əsaslıdır, ona görə elədir. Surfaktant əslində sonda bəli fatty acid yağ turşuları. Bəli, yağ turşularından əvvələ gəlir bunlar və onlarda daha sonra belə qarışımlarla son maddə olaraq yüzü vasitələri çevirmək olar. Məsələn, bizim aldığımız prototiplərdə iyi çox da xoş deyil, düzdür, pis də deyil, amma stabil iyi vardı. Məsələn, ona iyi filan qatıb və başqa əlavə surfaktantlar da qatıb. Ondan artıq son vasitə olaraq məsələn baxılır, bəzən əl sabunu ona uyğun hazırlamaq olar ya belə dəyişir. Çox maraqlıdır. Yəni belə deyim də, siz sözün əsl mənasında yağı yağdan alınan nə ilənsə öldürməyə çalışırsınız. Surfaktant, yeni bir söz də öyrənmiş olduq. Deməli belə, mətbəxdə istifadə olunmuş yağlar, bu ümumiyyətlə ekoloji problemdir, məlum məsələdir. Həm də hardan yarandı bu fikir sizdə? Yəni kotlet qızarandan və ya piraşki qızardandan sonra qalan yağlara heyfiniz gəldi yoxsa necə? Və açığı mən tam olaraq bu proyekt məndən əvvəl bir neçə nəfər tərəfindən işlənilib. Biz adətən research belə axtarış səhifələri var. Məsələn, oradan giririk, proyektlər falan axtarırıq. Məsələn, hansı maraqlısı belə deyim də, belə nəyisə yaratmaq üçün tam olaraq sıfırdan onu ixtira eləmək lazım deyil. Hansı bir ideyanı götürüb onun texnikasını da dəyişib, bəli, onu da yaratmaq olar. Məsələn, bu ideya da var, ancaq bizim biraz texnika fərqlidir və belə deyim, research axtarış səhifələrindən biz artıq köhnə məqalələri falan araşdırırıq və tapırıq və növbəti davamçıda artıq bu tutaq ki, proyekti daha da təkmilləşdirməyə çalışır bundan sonra. Niyə məhz işlənmiş yağlar? Mənə o maraqlıdır. Yəni bir neçə belə layihə var da və siz demişkən velosipedi yenidən ixtira etməyə ehtiyac yoxdur. Hər şey bizə qədər düşünüblər. Amma niyə məhz mətbəxdə istifadə olunmuş yağlar? Bəlkə yəni fast foodla daha çox qidalanırsınız ona görə. Bu ideya yəni hardansa yaranmalıdır. O işıq hardansa yanmalıdır. Bizim belə gündəlik istifadə etdiyimiz sabunlar olsun, şampun, onların çoxu əsasən neft əsaslı olur. Bəli. Buna görə də həm əldə qıcıqlanmalar yaradır. Məsələn, qavuyanda falan bəlkə görmüsünüz ya, kimsə hiss eləyib, əlimizin üstündə qırışlanma falan olur. Quruluq yaranır belə. Bəli, onların hamısı neft əsaslı olduğu üçündür. Həm də ki, o artıq çirkli atıq olur da, yəni o kanalizasiyaya gedir və çirkli atıq olur. Ancaq bu işlənmiş yağdan hazırlanan artıq bitki əsaslı olur və bunlar təbiətdə öz-özünə aşına bilir. Yəni onları təmizləməyə bir də ehtiyac yoxdur. Həm təbiəti qoruyuruq, həm işlənmiş yağlar boşa getmir, həm də produkt yaradırıq. Məhsul yaradırsınız, ingiliscə təhsil alırsınız, yeri gəlir. Bəli. Hiss olunur. Teymur, indiyə qədər bir neçə belə ekoloji, yəni yuyucu vasitə vardı. Üstünə indi ümumiyyətlə yaşıl etiket dəbdədir də, yəni hər şeyin eko standartı ilə üzərinə eko etiketi yapışdırıb, yəni istehsal olunması dəbdədir. Onlar belə başa düşürəm ki, başqa əsaslarla hazırlanır. Məsələn, elə yuyucu vasitələr var mətbəxdə istifadə olunan ki, çünki biz bilirik də çirkab suları da son nəticədə ümumi su hövzəsinə axıdılır və ümumi su hövzəsində yəni suyun çirklənməsi birazdan biz 50 ildən sonra ciddi bir su böhranı ilə üzləşə bilərik.
bilərik, bütün dünya olaraq Azərbaycandan təkcə söhbət getmir və məhz işlənmiş yağdan, istifadə olunmuş yağdan hazırlanmaq məncə burada insanların da maarifləndirilməsinə ehtiyac var. Çünki istifadə olunmuş yağı siz təkcə öz evlərinizdən toplaya bilməzsiniz ki, bu böyük miqdarda lazımdır. Bəli, fast food zəncirlərindən, restoranlar şəbəkəsindən yığılır adətən. Onlar çox sayda istifadə edirlər və bəzi şirkətlər var, məsələn, onları yığır və bizim də əsas müraciət edəcəyimiz elə onu yığan şirkətlər olur əsasən. Burada qurğu lazımdır, məlum məsələdir. Bu dediyimiz yağ turşularını ayırmaq üçün qurğu necə çalışır? Əslində belə qurğu yoxdur. Yəni onun üçün çox böyük investisiya lazımdır. Biz bunu laboratoriya şəraitində eləmişik. Laboratoriya şəraitində əvvəl təmizlənir bu yağlar. Təmizləndikdən sonra hidroliz və daha sonra xlorid turşusu ilə bəzi reaksiyalara girir. Daha sonra onu biz amin, məsələn, dietilamin, trietilamin onlarla reaksiya salırıq. Artıq o reaksiyadan sonra yəni məsələn aminlərdən asılı olaraq onun aqreqat halı falan da dəyişir. Məsələn, hazırda prototip var. Məsələn, biri bərkdir, biri maye kimidir, biri nə bərk nə maye, ikisinin arasındadır, belə yapışqan kimi. Çox maraqlı. Yəni bu istənilən halda parçalanma reaksiyası, birləşmə reaksiyası deyirsiniz. İstifadə olunmuş yağı parçalanma reaksiyasına məruz qoyursunuz və onda müxtəlif o alınan maddələrdən belə başa düşdüm ki, daha sonra yuyucu toz halında da toz halında da var, bəli, maye, hər şey hazırlamaq olar. Bütün yuyucu vasitələr. Sadəcə onların necə deyim, artıq hansı yönə yönəlməyi onların işlənmə qabiliyyətindən asılıdır. Məsələn, bəziləri var ki, tutaq ki, çox duzlu sularda, məsələn, bizim işlətdiyimiz sular duzludur da, içində duz olur. Məsələn, onlarda yaxşı köpüklənmir, məsələn. O artıq həmin məhsul hansı yöndə yaxşıdır, artıq ona sonradan qərar veriləcək. Amma hal-hazırda məsələn bu surfaktant dediyim xam maddə, bunları artıq məsələn biznesləri falan satmaq mümkündür ki, onlar bunlardan xam maddə kimi istifadə edib artıq məhsul hazırlaya bilsinlər. Və məsələn siz dediniz bəziləri məsələn yaşıl etiket falan. Belə deyim ki, əgər bir məhsul yaradılırsa, bunun əsas aspektlərindən biri də onun qiymətidir. Məsələn belə məhsullar adətən necə deyim, çox baha olur da. Məsələn, yəni bu ucuzdur. Bu bildiyimiz neft əsaslı surfaktantlarla oxşar qiymətədir deyə bu əlverişlidir. Yəni bu baha olsa yenə də uyğun olmayacaqdır, belə deyim. Bax dediniz, həm bərk formada almaq mümkündür onu, həm toz şəklində, həm də maye sabun şəklində və təbii ki bu kütləvi hal alması üçün, kütləvi formada istifadə olunması üçün bunun istehsalı da lazımdır. Və istehsal həm də istehsal xərcləri deməkdir, işçi qüvvəsi deməkdir, qablaşdırma deməkdir. Yəni bütün bunlar nəzərə alınmalıdır. Və səhv etmirəmsə, ölkəmizdə var bu müəssisə artıq, Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən belə bir müəssisə var. Məhz işlənmiş yağların, məişət yağlarının məhz hətta yanacağa çevrilməsi prosesi var. Amma mən eşitməmişəm ki, yuyucu vasitə alınması prosesi olsun. Bu deyəsən ilkdir. Yəni sizin startup, mən yenə deyirəm, işlənmiş yağların yanacağa çevrilməsi var, bunu bilirik. Amma yuyucu vasitə eşitməmişdim, birincidir deyəsən. Xarici ölkələrdə belə bir təcrübə var əslində, amma Azərbaycanda bəli. Yəni bizim belə deyim, Bakı Neft Mətləbində birdən də startup var. Onda artıq elə orada da surfaktant alınır və o surfaktantlardan da məsələn neft məhsullarını, məsələn neft dağılıb, məsələn bir damcı ilə nefti bir yerə yığa bilir və orada artıq nefti təmizləyən çox rahat olur. Yəni nefti bir yerə yığıb onu qatı hala çevirir. Yəni onu daha sonra oradan yığmaq asan da olsun, yoxsa sadəcə bir yerə toplayır? Neft məsələn suyun üzərində dağılmış formada olur. Elə o damcı ilə artıq bir yerə toplanır hamısı. Yəni toplanır necə? Həcmi artır. Elə bir ki, biri var məsələn çox kiçik həcmdə suyun üstündədir, bir də var böyük həcmdə bir yerə toplanır və oradan yığmaq daha rahat formada olur. Əla. Və bütün bunların həyata keçirilməsi üçün təbii ki, ideya var, maliyyə də olmalıdır. Birazdan bu məsələlərə də toxunacağıq. Əziz dinləyicilərimiz,
gənc ixtiraçı da demək olar hətta. Həm də tələbə Bakı Ali Neft Məktəbinin 3-cü kurs kimya mühəndisliyi tələbəsi Teymur İsmayılovla bu gün Clean X layihəsi startapı barədə danışırıq. Bu məişətdə istifadə etdiyimiz və yararsız hala gələn yağlardan yuyucu vasitələrin hazırlanması startapıdır və necə baş verir bu proses? Daha hansı ideyalar var bizim gənclərdə? Məişətdə işlənən yağların artıq istifadə olunmuş və yararsız olan yağlardan yuyucu vasitələrin hazırlanması prosesidir və elə bu yuyucu vasitələrlə də Teymur, elə yağın özündə məhv etmək olur. Yəni əsas məsələ budur. Mənə maraqlıdır Teymur. İdeya olaraq kimdən gəldi bu fikir? Sizin tələbə yoldaşlarınız yəni necə oldu? Və adətən gənclər biraz vaxtlarını boş keçirirlər. Yəni əksəriyyət belə olur və mən çox təəssüflənirəm ki, tələbəliyin və xüsusilə bu yaş dövrünün bütün dadını çıxarmaq lazımdır. Məhz yeni nəsə öyrənmək baxımından. Özdə sizin bəxtiniz o baxımdan gətirib ki, yəqin dəfələrlə eşitmisiniz bu sözü həyatınız boyunca ki, elm, texnologiyanın imkanları var, süni intellekt var, smartfon var, sizin dünyanın istənilən informasiyasından çıxışınız var və çox təəssüflər olsun ki, vaxtını səmərəsiz keçirənlər var. Siz isə vaxtınızı səmərəli keçirmisiniz. Necə? Bunun life haqqı nədir? Belə kimdən deyim, gəldi ideya? Universitetin qrafiki belə çox ağır olanda artıq öyrəşirsən. Yəni bu həyata. Bizim universitetin yəni hazırda qrafiki ağırdır. Belə deyim, yəni dərslər yəni universitetə qəbul olandan qabaq bunu bilmək lazım ki, dərslər də rahat deyil. Yəni abituriyent olaraq hazırlaşdığın qədər bir 5 ildə hətta daha çoxunu universitetə qoymaq lazımdır. Və bununla da bir növ disiplində yaranır insanda və belə deyim, tələbələrin əksəriyyəti məsələn disiplinli olur. Hansı ki, necə deyim, ən savadlı tələbələr, gənclər bir universitetdə olur və onlar öz vaxtlarını başa sərfələmək istəmirlər də. Yəni düşünürlər ki, dərs oxumaqla bu olmur həmişə. Və istəyir əlavə proyektlər də hazırlasınlar. Məsələn, araşdırma saytlarından araşdırırlar nə eləmək olar. Məsələn, laboratoriya imkanları da var. Laboratoriya imkanları olmayanda, məsələn, bəzi məhsullar bizim laboratoriyalarda istəsə olunmayanda başqa laboratoriyada müraciət edə bilirlər. Yəni belə ideya hardan gəldi desəz, məndən bir tələbə yoldaşlarım əslində işləyirdi bunun üstündə əvvəldən. Sadəcə yəni maraqlı oldu da bu proyekt əslində və mən də istədim bunun üzərində işləmək və beləcə ideya yəni əsas onlardan gəlib. Onlar da yəni dediyim kimi vaxtlarını yaxşı xərcləmək istəyiblər və bunun üçün araşdırma ediblər və qarşılarına bu proyekt çıxıb. Və çox maraqlıdır ki, Bakı Ali Neft Məktəbinin tələbələri neft əsaslı nəyisə yox, neftdən biz bilirik də nə qədər xam mal alınır və demək olar ki, həyatımızda gördüyümüz, məişətdə istifadə etdiyimiz istənilən məhsulun ətirdən tutmuş yuyucu vasitələrə qədər, nə istifadə etdiyimiz salfetlərə qədər hər birinin tərkibində neftdən nəsə var. Bəli. Yəni və çox maraqlıdır ki, Ali Neft Məktəbinin tələbələri neft əsaslı yox, tamamilə fərqli. Bax, bu ekoloji məsələlərə həssaslıq deyəndə bunu nəzərdə tuturdum. İndiki nəsil ekologiyaya daha həssasdır. Niyə belədir Teymur? Yəni sizin də tələbə yoldaşlarınız da belə hesab edirlər, belə düşünürlər ki, yer kürəsini xilas etmək lazım və yer kürəsinin xilası sizin əlinizdədir. Yoxsa bu nədən irəli gəlir? Sosial şəbəkələrin təsiridir, bilmirəm, daha çox xarici ölkələrə çıxış əldə etmə imkanının təsiridir. Əvvəl ekoloji problemlər barədə bu qədər danışılmırdı. Belə deyim, artıq trenddir deyə bu mövzu bir növ. Necə deyim, artıq neft əsaslı məhsullar hazırlamaq çox da necə deyim, artıq keçmiş dövrdür artıq. Həm keçmiş dövrdən demək olar ki, alına bilən hər şey alınıb hal-hazırda və çox adam onun üstündə durmur. Mən məsələn kimya mühəndisliyi tələbəsi olduğum üçün mənim neftlə əlaqəm çox da yoxdur əslində. Yəni əsasən kimya mühəndisliyi ilə məşğulam və kimya mühəndisliyi də belə bir sahədir ki, onu hər tərəfə yönəlmək olar. Məsələn, mən universiteti bitirdikdən sonra artıq yenilənə bilən enerjiyə də yönələ bilərəm, neft sektoruna da yönələ bilərəm. Və məsələn, kimya mühəndisləri olaraq adətən neft sektoru çox da xoşlamır bəziləri və kimya hissəsini xoşladıqları üçün artıq kimyaya həvəsləri olur və
və bəziləri artıq proyekt falan yaradır və bundan sonra da startaplar da hazırlaya bilirlər. Kimya mühəndisliyi, biomühəndislik gələcəyin peşələri, gələcəyin ixtisaslarıdır ümumiyyətlə, gələcəyin elm sahələridir və kimya mühəndisliyi deyəndə istəyirəm bu ixtisası da biraz aydınlaşdıraq dinləyicilərimiz üçün. Yəni sanki mühəndis deyəndə ağlınıza nə gəlir? Nəsə qurub yaradan, inşa edən, nəyinsə layihəsini verən. Kimya mühəndisliyi isə bəlkə bir səhvim olsa məni düzəldin. Kimyəvi maddələrdən nəyisə yeni bir struktur yaradan və sanki kimyəvi birləşmələrdən nəsə inşa edən bir şəxsdir, amma mütəxəssisdir. bir şey də var ki, məsələn, çox adam yanılır ixtisas seçimində, məsələn, kimyanı çox xoşlayır, ancaq bu ixtisas belədir ki, Bakı Ali Neft Məktəbində artıq kimya mühəndisliyindən çox artıq proses mühəndisi olursan. Məsələn, tutaq ki, polimer zavodudur. Polimer zavodun prosesini dizayn eləmək artıq sən bir mühəndis kimi o prosesləri dizayn eləməlisən. Oradakı kimyəvi reaksiyaları bilməlisən, həmin turbalarda falan bilməlisən, hansı proseslər gedir, nəyə uyğun dizayn eləməlisən bu prosesləri. Əsas bunları araşdırmalıyıq və mən məsələn bu hissəsini çox xoşlayıram. Əslində universitetə girəndə çox da xəbərim yox idi bu barədə. Ancaq girəndən sonra gördüm ki, bu kimyaya bağlı olsa da kimyadan daha maraqlıymış. Adətən belə olur da, siz artıq 3-cü kurs tələbəsiniz, o çətin dövrü keçmisiniz də. 1-ci, 2-ci kursda adətən tələbələr deyirlər ki, mən hara düşmüşəm, yəni sanki məktəbdə... Açığı desəm, bizdə 5 ildir, yəni 1-ci il foundation'dır. Təməl. Hansı ki, o ildə təməl ilində biz ingilis dili kursu olur və informasiya kommunikasiya texnologiyaları ikisi bir yerdə. Ondan sonra artıq ixtisas, o 1-ci il ötürəndən sonra ixtisas fənlərində başlayırıq və mənim hal-hazırda olduğum il ən çətin ildir hal-hazırda və dərslərlə bir yerdə bu işləri də yəni idarə artıq sırf oluram. ixtisasa yönəlmisiniz də, sırf öz ixtisasınızda üzrə çalışırsınız. Və bax dediniz ki, mənə polimer zavodlarının məsələn dizaynı, boruların, çünki kimya mühəndisliyi belədir ki, siz borunun içindən hansı maddənin keçəcəyini bilib, borunun da maddəsini ona uyğun etməlisiniz ki, bir maddə digərini məhv etməsin də məlum məsələdir. Kimya mühəndisi olaraq qarşıdakı hədəfiniz nədir? Gələcəkdə özünüzü harda görürsünüz, hansı sahədə görürsünüz? Yəni laboratoriyada görürsünüz, yoxsa bu işin daha çox praktik tərəfində görürsünüz özünüzü? Özümü qətiyyən görmürəm laboratoriya hissəsində. Universiteti bitirən tələbələr adətən SOCAR-ın neft emal zavodunda işləyir. Və bu neft emal zavodu da adətən necə deyim, əslində dizayn şirkəti deyil də, yəni dizayn şirkətləri ayrı olur. Onlar artıq necə deyim, bir proses gedir, o prosesləri məsələn analiz falan eləyirlər, nəzarət eləyirlər. Onların işi o olur. Ancaq dizayn bu ixtisas daha çox dizayn şirkətlərində işləməyə yönəlir. Məsələn, universitet bitirəndən sonra dizayn şirkətlərində işləyərək, məsələn, SOCAR hansısa zavod tikmək istəyir, ya hansısa polimer zavodu, ya sement zavodu özünə zavod tikmək istəyir. Bu dizayn şirkətlərinə müraciət eləyir. Bu dizayn şirkətlərdə onun dizayn hazırlanmasında dizayn cavabdehdir. Mən də istərdim ki, bu şirkətlərdə işləyim. Belə. Əla, mən sizə uğurlar arzu edirəm. Çox sağ olun. Və belə bir ifadə var da, Teymur, deyirlər ki, kimya və fizikadan xəbərsiz olan insan üçün yer kürəsində baş verən hər bir şey möcüzədir. Bəli. Yəni onlar adi bir, məsələn, sizin üçün adi bir reaksiyanın nəticəsi olan nə isə, onlar möcüzə kimi başa düşürlər. Bəli. Və siz kimyanı mükəmməl deməyək, amma öz həmyaşıdlarınızdan, belə deyim, humanitar ixtisasda təhsil alan həmyaşıdınızdan dəfələrlə yaxşı bilirsiniz. Kimyada hələ də sizi təəccübləndirən nəsə varmı? Çünki mən bir neçə kimyaçı ilə bu verilişin içində danışmışam və onlar dedilər ki, kimyanın ən maraqlı tərəfi odur ki, hər gün bir yeniliyi var. Yəni bir gün rutin olaraq digərinə bənzəmir. Çünki sən hər gün yeni bir maddə kəşf edə bilərsən. Belə deyim, bizim bir müəllimimiz deyir ki, nə qədər öyrənsəz, o qədər savadsız olursunuz. Çünki o qədər, məsələn, biz hal-hazırda termodinamika keçirik. Məsələn, bu borular falan, onların hamısının dizaynında termodinamika çox böyük rol oynayır və məsələn termodinamika o qədər dərindir ki, ümumiyyətlə bizim müəllim deyir ki, yəni ümumi bütün ixtiraların sadəcə 5% hal-hazırda bilirik. Qalan 95% bilinmir və dünya hal-hazırda o qədər möcüzəvidir ki, yəni onları bilmək mümkünsüzdür hal-hazırda və alimlər belə özlərinin çox savadsız olduğunu düşünür buna görə.
Ümumiyyətlə termodinamika təsəvvür edin, istilik və hərəkət, yəni özünü necə aparacaq, hansı Bəli. maddə hansı halda, bu doğrudan da yəni fizikanın da ən çətin sahələrindən Bəli. biridir, ən çətin Çox ixtisaslarından dərin sahə. biridir və başqa hansı ideyalar var Teymur? İndidən burada anons edək də, yəni Başqa hansı Immerge sözünüzü Immerge konfransında biz sizin startupla tanış olduq. Planet FM olaraq getmişdik o konfransı Bəli. işıqlandırmağa. Çox yəni mötəbər bir tədbir idi, ən azından bunu etiraf etmək lazımdır və həm də sizin kimi gənclərə öz işlərini təqdim etmək üçün əla platforma idi və orada sizin tələbə yoldaşınız xanım danışırdı daha çox bu Bəli. barədə və təəssüflər olsun ki, bu gün gələ bilmədi o. Bəli, Siz bəli. təmsil edirsiniz bu layihəni. Daha hansı ideyalar var yenə? Əslində bir neçə ideya var hal-hazırda. Məsələn, onlar artıq o mərhələni keçib ki, artıq satış mərhələsindədir. Artıq satmaq üçün alıcılar axtarılır. Onun da əslində tam olaraq yaradıcısı mən deyiləm, amma necə deyim, davamçısı kimi artıq olmaq istəyirəm. Orada da əslində belə deyim, məsələn, kənd təsərrüfatında falan susuzluğun qarşısına alınması üçün Quraqlıqla mübarizə. Bəli, belə bir maddə torpaqla qarışdırılır və bu torpaqdan özündən 200 dəfə çox su yığa bilir öz içinə. Nə gözəl. Və bununla da məsələn yağış olduğu vaxtlarda artıq o öz içindəki özünə suyu yığır, quraqlıq dövründə suyu buraxır və yəni kənd təsərrüfatı üçün çox böyük bir şeydir. Təkcə yer kürəsinin kənd təsərrüfatı üçün yox, gələcəkdə Marsda da istifadə etmək olar. Yaşıllaşdırma falan da burada istifadə etmək olar. Kənd təsərrüfatında hər yerdə istifadə etmək olar və hiss olunur ki, maraq çoxdur buna. Sadəcə hal-hazırda onu satmaq və daha sonra böyütmək lazımdır bu. Satışdan kim məşğul olur? Çünki bu işin marketinq tərəfi əsas tərəfidir. Müasir dövrdə biz kapitalizmdə yaşayırıq. Belə deyim, satış hələ ki satış elə olunmayıb. Belə əsasən hal-hazırda bu kimi layihələr test olaraq verilir ki, onlar test eləsin və müştəri məmnuniyyətinin olub-olmadığını artıq biz bilək. Yəni bu həqiqətən satılmaq üçün yaxşı maddədirmi? Məsələn, bu süngərlər əsasən tutaq ki, torpaqla qarışdırılanda başqa maddələrlə olsa, o torpaqla qarışır, daha sonra aşınmır. Elə çirklənir, torpaqda çirklənmiş olur. Məsələn, elə maddə vermək ki, həm torpaqda gübrə rolunu da oynasın aşınandan sonra, həm də aşınana qədər öz funksiyasını itirməsin bir il müddətində, bir neçə il müddətində. Yəni bütün torpaq qatını yoxsa çirkləndirib, Bəli, ancaq o maddədən ibarət olar. Nə var ki, su toplar. Həm bu tərəfləri də var təbii ki. Bəli. İşin etik tərəfləri var. Bəli. Hər məsələdə ümumiyyətlə istənilən layihədə bütün bunları nəzərə almaq lazımdır. Və bilirsiniz, burada düşünən beyinlər bayaq dediniz ki, tək mən deyiləm layihənin müəllifi. Bu çox təbii prosesdir. Məsələn, OpenAI şirkətində bir neçə nəfər yaradıb, ondan çox onun yaradıcısı var. Biri də Elon Musk'dır. Sam Altman'dan başqa, yəni məşhur bunların adı çəkilir də. Və ona görə də tam normaldır. Kimdəsə ola bilər ki, məsələn, iqtisadi düşüncə tərzi, təfəkkür daha yaxşı inkişaf etsin, o daha yaxşı sata bilsin. Kimsə bu işin elmi tərəfini, kimsə estetik tərəfini düşünür, kimsə etik tərəfini düşünməlidir. Bu tam normal bir şeydir. Yeri gəlmişkən süni intellektdən aranız necədir? İstifadə edirsinizmi ondan və süni intellekt kimya sahəsində hansı köməkliyi göstərir? Süni intellekti inanmıram hansı tələbə işlətməsin bu dövrdə. Çünki çox kömək olur süni intellekt hər demək olar ki, bütün suallar ona yönlənir. Düzdür, süni intellekti əsaslı mənbə olaraq götürmək doğru deyil həmişə. Riyazi hesablamalarda yanılma olur, yəni mənbə səhv olduqda artıq sən səhv məlumat verə bilər. Ancaq belə əsas yəni sadə məlumatlar ondan almaq üçün, əsas sadə məlumatları ondan almaq üçün çox yaxşı bir metoddur və yəni mənim tələbə yoldaşlarım, hər kəs, tanıdığım hər kəs istifadə edir bundan. Amma bəzən elə olur ki, yəni sizin gözlədiyiniz cavabdan daha zəif cavab verir. Yəqin onda razılaşmırsınız da ondan. İndi tələbədən də tələbəyə fərq var da, Teymur, gəlin etiraf elə. Bu süni artıq necə deyim, süni intellektlə də davranmağın bir yolu var da. Bəli. Məsələn, araşdırma edəndə məsələn süni intellektdən birbaşa bu sual soruşmursan. Suala artıq mənbə soruşursan ki, hə bu mənbəyə yönəltməni və bu mənbədən artıq sən o statistikaları götürürsən və öz araşdırmalarında bundan istifadə edirsən. Ancaq belə deyim, birbaşa sual soruşduqda ona güvənilirlik, yəni şəxsən mən tərəfindən çox olmur.
Amma belə sadə məlumatlar da olur belə. Müəllimləriniz kimlərdir? Yerli mütəxəssislərdir yoxsa xaricdən dəvət olunanlar? Yerli mütəxəssislərdir adətən, bəziləri hətta bizim universitetin öz məzunlarıdır. Və belə yaxşı dərsdə tədris eləyirlər. Belə deyim də, artıq onlar Bakı Neft Məktəbində tələbə olduqları üçün əvvəl artıq özləri də empatiyası qura bilirlər də tələbə ilə, artıq necə davranmaq lazımdır, necə sual izah eləmək lazımdır, bacarırlar. Yəni vaxtında öz keçirdikləri hissləri Bəli, çox gözəl başa düşürlər ki, indi o hissləri siz keçirirsiniz və əladır bu əslində. Çox gözəl təcrübədir və Teymur, siz kimya fənnini, ümumiyyətlə kimya elmini çox sevdiyinizi dediniz. Bu yəqin ki, təsadüfən belə deyil də. Bunun nəsə bir, yəni siz demişkən foundation olmalı, bir bazisi olmalıdır ki, kimyanı sevəsiniz. Kim sevdirib sizə bu kimyanı? Bəlkə ailədə kimsə var idi, yoxsa orta məktəb müəlliminiz? Müəllim, adətən müəllim olur, məndə də elə müəllimdir. Mən əslində kimyanı əvvəllər çox xoşlamırdım, o da müəllimə əsaslanırdı. Daha sonra müəllimi dəyişəndən sonra gördüm ki, yox, bu maraqlıymış mən düşündüyümdən. Və mən qavraya bilirəm bunu həqiqətən də. Daha sonra maraq yarandı. Mən sizə bir şey deyim. Məsələn, orta məktəbdə kimya fənnindən qeyri-üzvi kimya, yəni keçiləndə hamı kimyanı sevir, hamı xoşlayır onu və kimya dərslərini belə böyük həvəslə gözləyir. Amma ən maraqlı tərəfi mənim üçün üzvi kimya tərəfidir. Ali Neft Məktəbinə daxil olmağınızdan bilinir. Yəni üzvi kimyaya keçəndə isə artıq fikirlər dəyişir də. Yəni o uzun-uzadı formulları görəndə, karbon əsaslı artıq fikirlər dəyişir. Məsələn, mənim özümdə də belə olub. Mən 9-cu sinifə qədər kimyanı çox yaxşı bilirdim və hətta indi də bəzi şeyləri xatırlayıram, amma üzvi kimyada həm də mən humanitar ixtisasın məzunuyam da, biraz burada da fərq var. Əgər mən də dəqiq elmlərə yönəlmək istəsəydim, yəqin ki, mən də indi sizin bir rəqibiniz olardım. Bəlkə də sizə dərs deyərdim Teymur Ali Neft Məktəbində. Bəs məşhur kimyaçılardan örnək götürdüyünüz, özünüzə idol, kumir sandığınız kimsə var? Belə deyim, mən çox da bu idol məsələsinə açığı şəxsən inanmıram. Çünki mənə görə idol artıq məsələn bu yolda irəlilədikcə sənə ən çox dəstək olan kimlərsə onlar olur və mənim fikrimcə də idollar, yəni mənə ən çox dəstəyi kim verirsə elə o müəllimlərdir. Məsələn daha sonra tutaq ki, magistraturaya keçdikdə artıq öz biliyimi daha da gücləndirdikcə artıq o müəllimlər olacaq mənim idolum. Yəni mənim fikrimcə mənim idolum yoxdur belə bu barədə. Yəni elə bir alim yoxdur ki, kimya elmində sizi təəccübləndirsin öz ixtirası ilə və deyəsiniz ki, vaxtında bu ixtiranı etməsəydi dünya tamamilə fərqli olardı. Mən düşünürəm ki, alimlər, yəni fərqləndirən bir şey yoxdur. Yəni alimlərin hamısı, yəni mən birini idol götürsəm digərinə haqsızlıq olardı kimi gəlir. Çünki onların hamısı düşünən beyindir və mənim üçün onları fərqləndirən bir şey yoxdur. Çünki hamısı bir ixtiranı eləyib və hamısı bunun üzərində uzun müddət çalışıb. Mən başa düşdüm. Sizə daha çox işin praktik tərəfi maraqlıdır Teymur. Yəni sizə nəzəriyyə yaratmaq maraqlı deyil. Bax, müəllimlərinizi də bu ilə fərqləndirirsiniz ki, onların sizə dərs keçmək, sizə izah etmək bacarığına görə fərqləndirirsiniz, empatiya qurmaq bacarığına görə fərqləndirirsiniz. Ona görə də məncə sizdən çox yaxşı mütəxəssis alınacaq və artıq bunun anonsunu da verdiniz ki, magistraturada təhsilinizi davam etdirmək fikrindəsiniz. Azərbaycanda yoxsa hansısa bir xarici ölkədə? Ona artıq belə deyim, hal-hazırda ona qərar, əlbəttə xaricdə oxumaq istəyər hər kəs, ancaq ona hal-hazırda qərar vermək çətindir. Məsələn, startup var. Hələ bakalavr bitirmək var. Hələ bakalavr bitirmək var. Həm startup var, həm məsələn o dövrə çatanda artıq sənin iş imkanların olur da, bitirəndən sonra iş imkanlarını dəyərləndirəndə deyə bilərsən ki, yox, mən nəyə gedib vaxtımı itirirəm. Elə burada magistraturanı oxuyaram və paraleldə də işləyərəm. Startupa maraq necədir? Ümumiyyətlə, bax, dediniz ki, müraciət edirik. Adlarını çəkmədən populyar restoranlar şəbəkəsi ilə yəqin ki, danışmısınız. Yəni daha çox, çünki ən böyük miqdarda onlarda olur da, bu istifadə olmuş. Bizim bunu aldığımız əslində şirkətdir. Hansı ki, şirkət o restoranlardan yığır. Hansı ki, deyəsən European şirkəti olmalıdır. Belə bir şirkət. Məsələn, biz onlardan alacağıq əgər tutaq ki, bu işi böyütsək, Azərbaycanda istehsala keçsək. Ancaq hal-hazırda belə müraciət etdiyimiz yoxdur. Sadəcə biz laboratoriyada bunun bu reaksiyaları eləmişik və məhsulu almışıq və prototip kimi var.
Və bilirsiniz, burada cəmiyyətin də maarifləndirilməsinə ehtiyacı var da. Məsələn, şirkəti deyirsiniz, hansısa bir işlənmiş yağı alan şirkət məlum məsələdir. Restoranlar şəbəkəsinə müqavilə bağlayıb, fast food, yəni iaşə müəssisələri ilə. Amma adi insanlardan da görün, təsəvvür edin, vətəndaşlar da gündəlik olaraq mətbəxlərində yağı istifadə edirlər. Əsasən, yəni qızartmada istifadə olunan yağlardan söhbət gedir də, böyük miqdarda orada olur. Və əgər məsələn məişət tullantılarının çeşidlənməsi sayəsində maarifləndirmə daha da güclü olsa, Yaponiyada, Koreyada olduğu kimi olsa, orada məsələn yağ tullantıları tamamilə fərqli formada çeşidlənir və onların atılmasının xüsusi qaydası var. Əsasən tələb təklifi əsaslarında məsələn hal-hazırda yoxdur. Elə də, yəni insanlar niyə yığsın bunu? Amma sən tutaq ki, gələcəkdə belə layihələrlə bərabər paralel səviyyədə məsələn başqa layihələr olsa, hansı ki işlənmiş yağlardan istifadə eləyir. Əlbəttə ki, məsələn tələb artacaq. Necə ki məsələn hal-hazırda Almaniyada plastik qablar insanlar verir, əvəzində 5-10 sent alır. Məsələn, gələcəkdə də ola bilər. Bizdə də var bu məsələn. Plastik su butulkalarını, yəni o qədər məşhur deyil, amma var bəzi yerlərdə. Ona görə deyirəm ki, maarifləndirməyə ehtiyacı var. Bilirsiniz nəyə görə? Məsələn, insanın marağı olmalıdır istifadə etdiyi məişət yağını təqdim etmək üçün. İndi ola bilər kimsə etik baxımından, tutaq ki, çirkab sularını axıtmamaq üçün. Çünki bu insanın özünə də problem yaradır. Mən sizə bunu təcrübəsi olan bir insan kimi deyirəm. Daha sonra o məsələn mətbəx avadanlığını təmizləmək çox çətin olur həmin yağlardan. Ona görə də onların xüsusi utilizasiya qaydası var. Və yəqin ki, görmüsünüz sosial şəbəkələrdə, TikTokda daha çoxdur belə videolar. Hətta folqadan istifadə edib onlar üçün xüsusi belə konteyner düzəldirlər, yağı ora tökürlər. Amma istənilən halda biz bunu məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərə atırıq. Amma belə olmalı deyil, onlar toplanmalıdır. Və əgər bunlar hansısa bir qarşılıqda, məsələn, tutaq ki, CleanX startapı bir şirkət tərəfindən qəbul olundu və insanlardan əgər məişət yağı ayda tutaq ki 5 litr qəbul olunursa və onlara bu 5 litrin müqabilində CleanX-in istehsalı olan yuyucu vasitə hədiyyə olunursa, təbii ki, hamı yağı düzgün qaydada utilizasiya edəcək. Ona görə məncə maarifləndirməyə ehtiyac var bu sayədə. Düzü maarifləndirmə aparılır, amma daha da təkmilləşdirmə məsələsi var və ən azından iri şəhərlərdə bunu etmək mümkündür. Çünki məsələn kənd yerlərində, rayonlarda daha ekoloji bütün bunlar. Yəni duru yağlar olsun, nə bilim, onlar daha ekoloji, heyvan mənşəli yağlardan daha çox istifadə edirlər deyə. Ona görə onların utilizasiyası da elə böyük problem yaratmır. Əsas yəni duru bitki yağlarının utilizasiyasıdır ki, onlar çox yapışqanlı olurlar və onları yəni daha sonra onlarla mübarizə aparmaq qeyri-mümkündür. Maarifləndirmə olsa həm sizin işiniz asan olar, Teymur, həm də yəni insanlar da bir növ motivasiya olunarlar və ümumiyyətlə mən sizə təbiət üçün yaxşı olur. Əsas məsələ təbiətdir, bəli. Ekoloji məsələ əsasdır və bilirsiniz, bəzən bu bir zərrə kimi görünür, bir damla kimi görünür hansısa bir ümumi işdə. Amma biz indidən başlamalıyıq ki, gələcək üçün elə özümüz üçün də yaxşı bir dünya qoyaq da, əsas olan budur. Həm də məsələn başqa planetlərdə həyatın axtarışına başlamışıq. Bəli. Bəli, buyurun. Məsələn yağlar hal-hazırda yəni qiyməti elə də ucuz deyil də. Məsələn belə düşünəndə bu qədər yağlar işlənir və adam dəhşətə gəlir ki, bu qədər yağ, bu qədər dəyərli yağlar necə israf oluna bilər? Artıq bunun da bir yolu tapılmalıdır və necə deyim, artıq kiçik bizneslər də buna yönəlməlidir. Artıq onlardan istifadəyə yönələrək məhsullar almalıdır. Tullantıdan səmərəli istifadə olunmalıdır. Yer gəlmişkən başqa planetlərdə həyat axtarırıq dedim. Sizin bu barədə fikrinizi soruşmaq istəyirəm. Çünki indi yəni əsas prioritetdir bu da. Mars missiyası var, NASA-nın Ay missiyası var. 2026-nın fevralında Aya növbət dəfə yəni insan göndərirlər. Fikriniz nədir? Siz necə yanaşırsınız bu məsələyə? Yəni yerdən daha yaxşı planet var, yoxsa elə yer kürəsini qorumalıyıq? Bayaq idol məsələsində dediyim kimi biraz realist yanaşıram bu məsələlərə. Yəni mən düşünmürəm mənim yaşadığım müddətcə bunlar real olacaq. Ona görə də mən hələ ki öz işimlə məşğul olaram. Çox da necə deyim, əslində maraqlı, həqiqətən maraqlıdır bunların baş verməsi. Ancaq mənim yerimdə olan birinin bu təşəbbüslərin nə qədər möhtəşəmliyini anlamaq yəni mümkünsüzdür də. Mən sadəcə baxa bilərəm, heyrətlik duya bilərəm. Ondan artıq heç nə edə bilmərəm. Yəni ən yaxşısı siz öz üzərinizə düşən missiyanı yerinə yetirməkdə israrlısınız ki, mən ən yaxşısı yer planetinin ekoloji baxımdan saflığını qorumağa xidmət edəcək. Heç olmasa kiçik bir layihə imza atdım. Teymur, mən sizə təşəkkür edirəm. Və verilişimizin ənənəvi sualı var. Verilişin adı zaman maşını olduğu üçün. Əgər zaman maşını ixtira olunsaydı, hansı dövrə səyahəti seçərdiniz?
keçmişə gedərdiniz, indiki zamanda qalardınız, yoxsa gələcək sizə daha maraqlıdır? Amma deməyin ki, mən realist yanaşıram, zaman maşını ixtirası mümkün deyil. Yəqin ki 15-20 il qabağa öncəyə gedə bilərəm, çünki Öncə deyəndə, yəni keçmişə yoxsa gələcəyə nəzərdə? keçmişəm. Aha, niyə? Çünki fikir verirəm ki, bütün ixtiraların əksəriyyəti, yəni dövrlə bağlı ixtiraların əksəriyyəti bu dövrə təsadüf eləyir və mən də özümə deyirəm ki, kaş bu vaxtda bunu düşünsəydim, bunu eləsəydim, ya bu vaxtda bu yaşda olsaydım, bunu eləsəydim artıq Bitcoin çox almaq yaxşı. Yox, Bitcoin də 2010-da Bitcoin alardınız, onu fikirləşirsiniz deyəsən. yaxşı fikirdir bu arada. Bəli. Eləmək olar. Amma düşünməmişdim onu. Bəli, 2000-ləri, yəqin 2000-ləri nəzərdə tutursuz. 20 il əvvəl deyəndə 2000-ci ilə qayıtmaq istəyirsiniz. Bəli, o dövr çox maraqlı dövr idi sizə deyim, həddindən artıq maraqlı idi və texnologiyanın bir mərhələsindən digərinə keçid mərhələsi idi və ona görə də, amma sizə deyim ki, belə xüsusi səyahət etməli bir dövr deyildi, inanın mənə. O dövrdə yaşamış biri olaraq səyahət etməli bir dövr deyildi, amma istənilən halda keçmişə səyahəti çox nadir hallarda seçirlər qonaqlarımız. Ona görə də, yəni maraqlı oldu sizin də cavabınız. Bəli, o dövrdə artıq uğurlu olduqdan sonra elə 15 il sonra həmin uğurundan artıq səyahət eləmək olar da, yəni. Əla, əla. Mən sizə uğurlar arzu edirəm. Çox sağ olun. Həm startapınızda, həm yeni ideyalarda. Və ümumiyyətlə inanıram ki, sizin adınızı hələ çox eşidəcəyik biz. Növbəti düz gələcəyə səyahəti seçməz, amma mən gələcəyə səyahəti seçib hiss edirəm ki, sizin adınızı tez-tez eşidəcəyik. Ümid edirəm. Minnətdaram sizə. Əziz dinləyicilərimiz, Bakı Ali Neft Məktəbinin 3-cü kurs tələbəsi Teymur İsmailov idi bu gün bizim qonağımız. CleanX layihəsinin yaradıcılarından biridir. Bu layihə məişətdə istifadə olunmuş işlənmiş yağlardan, yəni qidada istifadə etdiyimiz yağlardan yuyucu vasitələrin hazırlanmasını hədəfləyib. Uğurlar arzu edirəm. Layihənin yaradıcılarına hamısı gənclərdir, tələbələrdir və bu işdə ümumiyyətlə ekologiyanın, yer kürəsinin, planetimizin ekologiyasını dəstəkləyən hər bir layihədə uğurlar arzu edirəm və bu layihələr gənclər tərəfindən həyata keçiriləndə xüsusilə sevindiricidir. Minnətdaram hər birinizə. Sizinlə mən idim Nigar. Özünüzə və planetə yaxşı baxın. Yenidən eşidilmək ümidi ilə edirəm sizə.